Heç fikirləşmisiniz ki, gündəlik həyatımızda istifadə etdiyimiz bir çox şeyin kökü əslində minlərlə il əvvələ gedib çıxır. Bugün gəlin birlikdə tarixin dərinliklərinə səyahət edək. Çox vaxt adları unudulsa da, müasir dünyanın əsl memarları olan Şumerlərlə tanış olaq. Onlar sözün əsl mənasında sivilizasiyanın təməlini qoyan bir xalqdır. Yaxşı, gəlin bu heyrətamiz sivilizasiyanı addım-addım kəşf edək. Səyahətimiz Mesopotamiyanın bərəkətli torpaqlarından başlayacaq. Onların inanılmaz ixtiraları, cəmiyyət quruluşları və bizə qoyduqları mirasa qədər davam edəcək. Deməli, hər şey harada başladı? Bax burada. Bərəkətli Aypara deyilən bu torpaqlarda. Düzdür, adı bərəkətli idi, amma bu bərəkət inanın ki, heç də asanlıqla başa gəlməmişdi. Baxın, bu xəritədə Mesopotamiyanı, yəni iki çay arasındakı torpağı görürsünüz. Bura sözün əsl mənasında ziddiyyətlər məkanı idi. Düşünün, bir yanda qovrucu səhralar, o biri yanda isə Dəclə və Fəratın can verdiyi o inanılmaz dərəcədə məhsuldar düzənliklər. Yəni bu coğrafiya Şumerlər üçün həm böyük bir fürsət idi, həm də böyük bir imtahan. Bəs bu cür çətin şəraitdə onlar nə etdilər? Məhz bu problemlər, bu çətinliklər Şumerləri tarixin bəlkə də ən böyük novatorlarına, ən yaxşı problem həll edənlərinə çevirdi. Bir anlıq təsəvvür edin, yaşadığınız yerdə gah quraqlıq olur, gah da birdən-birə hər şeyi yuyub aparan dəhşətli daşqınlar başlayır. Müdafiə olunmaq üçün heç bir təbii səd yoxdur. Tikinti üçün nə daş var, nə möhkəm ağac. Üstəlik də dözülməz istilər. Şumerlər demək olar ki, yoxdan bir sivilizasiya yaratmalı idilər. Amma onlar oturub təbiətin insafını ümid etmədilər. Yox, onlar təbiəti ram etməyə qərar verdilər. Geniş suvarma kanalları çəkdilər, bəndlər tikdilər və o dağıdıcı, xaotik daşqınları idarə olunan, həyat verən bir sistemə çevirdilər. Bu, öz dövrü üçün həqiqətən də bir mühəndislik möcüzəsi idi. Əllərində daş və ağac olmayanda nə etdilər? Yaradıcılıqlarını işə saldılar. Adi palçıqdan evlər, məbədlər tikmək üçün kərpiclər düzəltdilər. Dulusçu çarxını ixtira edib sənətkarlığı tamamilə dəyişdirdilər. Və əlbəttə təkər. Təxminən eramızdan əvvəl 3500-cü ildə təkəri arabalara qoşdular. Hələ bu harasıdır? Mislə qalayı qarışdırıb tunc əldə etdilər ki, bu da daha güclü alətlər və silahlar demək idi. Yaxşı, artıq həyatda qalmaq məsələsi deyək ki, həll olunmuşdu. Qarınları tox, daşqından qorunurdular. Bəs sonra? İndi Şumerlər daha mürəkkəb bir işə girişdilər. Cəmiyyət qurmağa, şəhərlər salmağa. Məsələn, Ur və Uruk kimi şəhərlərin tam mərkəzində sanki yeri göylə birləşdirən bu möhtəşəm tikililər, zikkuratlar ucalırdı. Amma bura sadəcə bir məbəd deyildi, xeyr. Bura həm də iqtisadiyyatın, hökumətin, ümumiyyətlə bütün şəhərin döyünən ürəyi idi. Bəs bu şəhərləri kim idarə edirdi? İlk dövrlərdə hakimiyyət tamamilə kahinlərin əlində idi. Buna teokratiya deyilir. Yəni, onlar tanrıların adından danışırdılar. Onların nümayəndələri sayılırdılar. Belə olanda da, təbii ki, kahinin sözü elə tanrının sözü kimi qəbul olunurdu. Və beləcə, tarixin ilk mürəkkəb cəmiyyət quruluşlarından biri formalaşdı. Bunu bir piramida kimi düşünə bilərsiniz. Ən yuxarıda, zirvədə hökümdarlar və kahinlər. Onlardan bir pillə aşağıda tacirlər. Əhalinin böyük əksəriyyətini təşkil edən fermerlər və sənətkarlar isə onların altında yerləşirdi. Və piramidanın ən dibində heç bir hüququ olmayan qullar vardı. Yaxşı, amma belə mürəkkəb bir cəmiyyəti necə idarə edəsən? Gələn məhsulun, ödənilən verginin, ticarətin, qanunların hesabını necə tutasan? Bütün bunları yadda saxlamaq mümkün deyil axı. Bax, Şumerlərin bu problemə tapdığı həll yolu bütün bəşər tarixini dəyişdi. Onların cavabı yazı idi. Onlar yazını ixtira etdilər. Əvvəllər sadəcə əşyaların şəklini çəkirdilər. Amma sonra bu sistem inkişaf etdi və mixi yazıya, yəni gil lövhələr üzərinə pas şəkilli işarələrlə yazılan bir sistemə çevrildi. Bu artıq sadəcə şəkil deyildi. Bu, mürəkkəb fikirləri, səsləri ifadə edə bilən tam bir sistem idi. Yazının ixtirası təkcə vergi yığmağı asanlaşdırmadı əlbəttə. Bu əsl mədəni partlayışa səbəb oldu. Düşünün, bilikləri artıq nəsildən nəslə şifahi yox yazılı şəkildə ötürmək olurdu. Bu da sənətkarlığın inanılmaz təkan verdi. Bax bu gördüyünüz Ur lirası kimi möhtəşəm sənət əsərləri də məhz bu dövrdə yarandı. Ən maraqlısı da odur ki, bu gil lövhələr bizə onların gündəlik həyatını da göstərir. Hətta bəzi narahatlıqları o qədər tanış gəlir ki, məsələn, bir Şumer atalar sözündə deyilir, ağanız da ola bilər, kralınız da, amma əsl qorxmalı olduğun adam vergi yığandır. Sanki bugün yazılıb, elə deyilmi? Amma Şumerlər
təkcə cəmiyyət və sənətlə məşğul olmurdular. Onlar həm də böyük alimlər idi. Riyaziyyatda 60-lıq say sistemini inkişaf etdirdilər. Səmaya baxıb bürclərin xəritəsini cızdılar. Və bəli, bugün saatı 60 dəqiqəyə, dəqiqəni 60 saniyəyə, dairəni isə 360 dərəcəyə bölməmiz, bütün bunlar birbaşa onlardan gələn bir mirasdır. Ancaq bildiyimiz kimi tarixdə hər yüksəlişin bir enişi də olur. Şumerlərin bu böyük uğuru, onların yaratdığı bu zənginlik, təəssüf ki, onların sonunu hazırlayan problemləri də ortaya çıxardı. O möhtəşəm şəhər dövlətlər su və torpaq üstündə bir-birləri ilə amansız mübarizəyə başladılar. Bax, bu zaman oxunda onların sonunun necə gəldiyini aydın görürük. Əsrlərlə davam edən bu daxili müharibələr onları o qədər zəiflətdi ki, sonda Akkadlı Sargon gəlib bütün Şümeri asanlıqla fəth etdi və tarixin ilk imperiyasını qurdu. Bu, Şümerlərin bir xalq kimi sonu demək idi. Amma bu, onların hekayəsinin sonu deyildi. Düzdür, Şumer dövlətləri süqut etdi. Şumer xalqı tarix səhnəsindən silindi. Amma onların ideyalarını məhv etmək mümkün olmadı. O ideyalar bir toxum kimi ətrafa səpələndi və onlardan sonra gələn bütün sivilizasiyaların içində yenidən cücərdi. Hər gün saata baxanda gördüyünüz o 60 saniyə, 60 dəqiqə, bax bu Şumerlərdən qalıq. Həndəsədə istifadə etdiyimiz 360 dərəcə, bu da Şumerlərdən. Ən əsas məsələ də budur. Onları işğal edənlər onların mədəniyyətini yox etmədilər. Tam əksinə, onu götürdülər, mənimsədilər və daha da geniş ərazilərə yaydılar. İlk yazılı qanunlar, ilk böyük şəhərlər, ilk imperiya, bütün bu ilklər Şumerlərin mirasıdır. Deməli, gəlin düşünək. Şumerlər düz 4000 il əvvəl yox oldular. Bəs biz bugün həqiqətən də onların dünyasının nə qədərində yaşayırıq? Onların əsl mirası da məhz budur. Bu, bir xalqı fəth etməyin mümkün olduğunu, amma yaxşı bir ideyanı, güclü bir fikri fəth etməyin qeyri-mümkün olduğunu göstərir.